Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Bir daha xoş gördük sizi. Həftəniz xeyirli, ruzlu, bərəkətli olsun. Təbii ki, gündəmdə olan qızıl, neft və bitcoin də hal-hazırdakı qlobal problem neftdədir və biz ilin əvvəlində nəzər çatdırmışdıq ki, neft 100-dən daha yuxarı doğru istiqamətinə davam etdirəcək. Hətta 105 demişdi. Hal-hazırdakı vəziyyətdə proqnozlar göstərir ki, 120-150-yə qədər qalxması gözlənilir. Nə üçün? Çünki bildiyiniz kimi ətrafda baş verən hadisələr, müharibələr, yəni İran, İsrail və Amerika. Bu müharibə həqiqətən, yəni deyək ki, çox böyük bir problem yaradacaq. Neft üçün, yəni İran Hörmüz boğazını əgər yəni tutarsa, əngəl yaradarsa, yəni neftin dünyaya çıxışı, yəni 20% neftin dünyaya çıxışını əngəlləsə, təbii ki, neftin sürətlə yuxarı doğru istiqamətə qalxması gözləniləcək. Bu həftə, yəni bugün bildiyiniz kimi, yəni neft ən azından 2 dollar, yəni çox sabit qalxdı. Yəni 2 dollar yuxarı doğru gaplə açıldı və çox üzr istəyirəm. Eyni zamanda digər cütlüklərdə, yəni qızılda da gaplər yarandı yuxarı doğru istiqamətində və digər valutalar, amma euro dolar, funt dolardan yəni aşağıda, DAX, S&P, Nasdaq, Dow Jones isə aşağıda gaplə açıldı. Təbii ki, bu birbaşa Amerika dollarına təsir göstərdi, amma belə baxanda yəni neftin, qızılın yuxarı qalxması gaplə, yəni neftin yuxarı qalxması, amma digər cütlüklərə gəldiksə euro dolar, funt dolar aşağıda, dollar, Yaponiya, dollar, Fransa yuxarı yəni gaplərlə açıldı. Demək olar ki, bütün bazar yəni bir-birinə dəyib və bugün nələr olacaq, yəni biz Real Trade Telegram kanalında əməliyyatlara, yəni qızılda satış əməliyyatlarımız bizdə uğurla nəticələndə, eyni zamanda neftdə də satış əməliyyatlarımız uğurla nəticələndə, indi hal-hazırda euro dolar, funt dolarda alış əməliyyatları gəlir. Və baxa görə qızıl nefti səhər saatlarında 28 dollar yuxarı doğru istiqamətə davam etdirəndən sonra 50 dollar aşağı indi və bugün yenidən alışlar 3367-lərdən gələcək. Sellər tamamdır deyərdim, amma bəlli olmaz. Amma yenə hazırki vəziyyətdə minimumdan yəni aşağı forması yenidən satış əməliyyatlarına yol açacaq. Keçək bitcoinə. Bitcoin mayın 22-sindən yəni bu tərəfə bugünə qədər yəni sürətlə endi və biz son zəvə demişdik ki, bu 110'lar, 111'lər son günlərdə də yaşayır bu nöqtələrdə. Biz təbii ki, yuxarı formalaşmasını gözlədik 111'də, amma formalaşmadı. 118'e qədər gözlədi. Qiymət isə 98'e qədər endi. Və bugün 102'lərdən sonra alışlar, 100'lərdən sonra satışlar olacaq. Keçək biz neftə, yəni ümumi gündəlik missiya 3 dolar 31 sentdir və 2 dolar yuxarı doğru gaplə açılandan sonra aşağı doğru satış əməliyyatlarının nəticələrini və hədəf olaraq 77-60'dır. Təbii ki, söhbət future spotlardan gedir və alışlar isə 78-90'lardan. Keçək biz funtun dollar rəqabət gündəlik missiya 969 pipsdir və bugün alış əməliyyatı artıq gəlir. Hədəflər isə 1.34, 500'lər, 1.34, 700'lərdir. Keçək evron dollar. Hər dəfə deyirlər ki, biraz asla danışım, mənim sizi tutmaq olmur, amma vaxt baxımından ona görə tez danışıram. Sizə görə çalışıram, biraz daha asla danışım. Deyək, evron dollar rəqabəti gündəlik isə 746 pipsi, gaplə açıldı aşağı doğru istiqamətdə 600 pipsə gap tamamlandı və alışlar 1.15-200'dən yenidən gələcək. Satışlar isə 1.14-800'lərdən. Nasdaq, S&P, Dow Jones və DAX bunlar kəskin olaraq aşağı doğru istiqamətdən davam etdilər, düşdülər. Biz bu haqda söhbət açmışdıq və yuxarı doğru gap'i doldurmaq üçün hərəkətə gəldilər və bundan sonra yenidən aşağı doğru istiqamətə davam etdirəcəklər ayın sonuna qədər. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə sağ olun.